tərəfdarlarını gözünüzün qabağında dənizdə batırdıq. O zaman biz Musaya vəhd üçün 40 gecəlik vədə verdik. Sonra siz onun ardından buzovu özünüzə məbud qəbul edərək zalım oldunuz. Sonra bunun ardınca biz sizi bağışladıq ki, bəlkə şükür edəsiniz. O zaman biz Musaya kitab və haqqı batildən ayıran Furqan verdik ki, bəlkə doğru yolla gedəsiz. O zaman Musa öz qövmünə dedi, ey qövmüm, siz buzova ibadət etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin və sizlər